10 apreldən etibarən Şengen ölkələrinin giriş qaydalarına dəyişiklik edilib. Belə ki, siz hazırda Şengen ölkələrindən birinə gedəndə sizi sərhədçilər deyil, siz giriş-çıxış terminalları qarşılayır. Siz həmən giriş terminalında deməli öz pasportunuzu skan edirsiniz, terminal sizin şəklinizi çəkir, eyni zamanda barmaq izləri, yəni biometrik məlumatlar verirsiniz. Daha sonra isə bir neçə suala, orada avtomatlaşdırılmış suallara cavab verirsiniz. Ondan sonra keçid edirsiniz ölkəyə. Yeni qaydalar tətbiq olunandan sonra aldığım ən çox suallardan biri də hansı viza ilə hansı ölkəyə girmək olar, olmaz bu qaydalardır. Deyə bilərəm ki, yeni qaydaların hansı viza ilə hansı ölkəyə giriş məsələsinə bir aidiyyatı yoxdur. Bu məsələ dəyişilməz olaraq qalır. Bəzi ölkələr var ki, o ölkələrə girişdə turistlər daha çox soru-sual olunur. Bu ölkələrin siyahısında Almanya, Niderland, İsveç, bəzi hallarda İsveçrə, daha sonra Skandinaviya ölkələri, Baltikyanı ölkələr var. Deməli, bu ölkələr daha çox istəyirlər ki, siz o ölkəyə girirsinizsə, o zaman həmən ölkədən alınmış viza ilə daxil olasınız. Məsəl üçün, İtaliya vizasından siz Almanyaya daxil olmaq istəyəndə və ya Yunanistan vizasından Almanyaya daxil olmaq istəyəndə, o zaman sərhədçi sizdən daha çox sual soruşur, sizdən bütün sənədləri istəyir, sənədlər, rezervasiyalar, biletlər, geriyə qayıdış bileti və s. Və bu suallara dürüst cavab vermək lazımdır sərhədçilərin suallarına. Yəni, bu hallar yenə də baş verə bilər. Verilən suallardan biri də İtaliya və Macaristana girişdə viza problemi yaşadırlar sərhədçilər. Onu deyə bilərəm ki, xeyr, demək olar ki, belə bir problemlə rastlaşmamışıq. Yəni, eşitməmişəm kimdənsə ki, İtaliya və ya Macaristana girişdə digər qeyri-ölkələrin vizası, digər Şengen vizalarıyla girişdə hər hansı bir problem olsun. Bununla bağlı bir narahatçılıq indiyə qədər eşitməmişəm sözün düzü. Bu yalnız o halda ola bilər ki, növbəti səfər siz həmən ölkədən viza alanda, o zaman siz multiviza, çox müddətli viza, uzun müddətli viza almaya bilərsiniz. Başqa bir problem yaşanmır demək olar ki.